Axı Maşdağanın ürəyində, Maşdağanın ən bahalı bir yeri, bu ərazidən baha, Maşdağada heç nə yoxdur. Axı bir dənə götürürsən belə, bax qapısına qədər qoyulub, gələcəkdə hər halda alan jalüz qapı eləyər. Bir də nəyini deyim, axı qabaqda yoldur, burada yoldur, qarşısına qədər asfaltlı məhəllə çox genişdir. Mərkəzi yolla, əsas o Maşdağa yolu ki var, Qlavni yolda, Məmmədiyarov yol çıxdın, 70-80 metr məsafə. Bir dənə buranı da götürək. Burada da belə yeri var. Tam ana yolun üstündədir. Evin ən böyük özəlliyi odur, əsas. Qlavni yolun üstündə. 1 qram əxi görürsən də məhəllədə balot olsun, nəm olsun, heç nə yoxdur. Əxi, hamısı isti poldur. Göstərirsən bu qonaq otağını. Şəbəkə pəncərələr, əxi, ideal bir dənə evdir. İnşallah, inşallah, əxican, gəl. Demək, bir dənə zəhmət mətbəxti götür. Mətbəx zaldan da bəlkə də böyük. Bir dənə bax, gör nə boyda mətbəxti var evin. Demək, birinci mərtəbə tam o hazırdır. Hamısı isti poldur. Bura yataq otağında götür zəhmət. Hər mərtəbə arası monolit beton. Monolit beton, 3 dənə monolit beton var. Bir dənə sanitar qovşağını götür. İnşallah, əxican, keçək ikinci mərtəbəyə. Əxi, qalxırıq ikinci mərtəbəyə. Gedək, ya Allah, pilləkanları görürsən nətər sərbəstdir. Hamısı beton, kolon, top dağıtmaz evdə, əxi. Top dağıtmaz ev. Bax, görünür də buradan da hamısı kolonla, betonla ən yüksək səviyyədə tikilib. Əxi, hamısı isti poldur. Ayağının altı da, mansarı da isti poldur. Bir dənə otağı götür, zəhmət olmasa. Hər otağın ayrılıqda, əxican, sanitar qovşağı var. Hər otaqda, hər yataq otağının ayrılıqda sanitar qovşağı var. Əxi, bir dənə ətrafında çəkək ki, villaların əhatəsidir. Bir dənə zəhmət olmasa. Hamısı villalardan ibarətdir. Bu yanında yoldur, orada qarşısına qədər asfalt yoldur. Tam Maşdağanın Qlavni yolu əsas. Məmmədiyarov quruqudur, bəli. Gəl inşallah. Keçək. Yataq otaqlarına. Buradan balkona da çıxışımız var. Yataq otağı. Hər yataq otağının sanitar qovşağı var ayrılıqda. Maşallah, nə qədər burada sanitar qovşağı var. Hər otağın sanitar qovşağı. Hardan getdin, hardan gəldin. Gəl. Demək, bu otağı da çəkdik də biz. Buranı da, buranı çəkmədik məncə. Burada da bir yataq otağıdır. İsti pol tam olaraq çəkilib. Santexnik işi görülüb. İşıqların hamısı çəkilib. Qaldır əxi yuxarıya zəhmət olmasa. Ən bahalı şnurlar. Qardaş deyir, isti pol metrəsi neçəyə, İtalyan malı. Ən bahalı materiallardan istifadə olunub. Yəni, bu səviyyədə ev tikilibsə demək, bunun santexniki də idealdır. Bu da əxi, burada mansardır. Burada isti poldur. Əxi, gördüyün yerdə isti poldur. Bütün işıq sistemi çəkilib. Qiymət bilirsən neçədir? Əxi, torpağının demək olar puluna satılan evdir. 178.000 manat. Əlim yandı da 178.000 manat. Kimə maraqlı olsa 050 798 98 99. Bir dənə takip, bir dənə də rəq.